Salam əziz müdavimlər, xoş gördük hər birinizi. Mən Namazov Akademinin Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Nağzadə. Bugün sizinlə fonetika mövzusunda saytlarla bağlı izaha baxacağıq. Qeyd edim ki, bu mövzu ilə bağlı bizim kanalımızda video izahlarımız var. Amma qərar verdik ki, bu mövzunu yenidən çəkək, yenilənmiş qaydalarla sizə təqdim etmiş olaq. Dərsimizə keçməmişdən öncə qeyd edim ki, sentyabr qruplarımıza qeydiyyat davam edir. Qruplarda dərslərlə bağlı məlumat əldə etmək üçün günlər və s. Siz lövhədə qeyd etdiyimiz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Nömrəmiz 051 580 94 28-dir. İndi isə keçək mövzumuzun izahına. Birinci başlayırıq. Gəlin qeyd edək mövzumuzun adını. Fonetika. Fonetikaya keçməmişdən öncə biz Azərbaycan dili deyirik. Gəlin görək, dil nədir ümumiyyətlə? Baxın, dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir. Burada diqqət etmək lazımdır nəyə? Dil insanlar arasında yeganə ünsiyyət vasitəsidir. Təbii ki, bu yanlışdır. Çünki jestlər var, mimikalar var, müəyyən işarələr var. Bunlar da ünsiyyətə xidmət edir. Amma biz nə deyirik? Deyirik ki, dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsidir. Mühüm sözünün yazılışına xüsusilə diqqət yetirək. Baxın, mühüm deyil, mühümdür. 2 saiti ilə yazmış olduq. Dilin nəzəri cəhətdən öyrənən elm sahəsi isə adlanır dilçilik. Dilçiliyin müəyyən şöbələri var. Fonetika, leksika, morfologiya, sintaksis və s. Bunların hər biri haqqında ayrıca məlumat əldə edəcəyik. İndi isə başlayırıq dilçiliyin ilk bölməsi olan fonetika bölməsi haqqında. Fonetika bölməsində biz nəyə baxacağıq? Bugün sırf biz baxacağıq saytlar, saytların tələffüz məsələləri, uzanma məsələləri və s. Növbəti dərsimizdə isə digər hissələri ayrı-ayrı çəkib yerləşdirməyə çalışacağıq. Görək fonetika nədir? Baxın, dilin vahidləri var. Dilin vahidləri hansılardır? Dilin vahidləri səsdir, sözdür, söz birləşməsidir, cümlədir, mətindir. Bəzi məqamları mən qısa-qısa yazacağım, çox vaxtımız getməsin. İndi burada nəyə fikir verək? Baxın, dilin vahidlərində biz dedik, nitqin vahidlərində səs. Səs ilkdir. Baxın, səsi öyrənən elm sahəsi isə adlanır fonetika. Biz hər birimiz doğulanda birdən-birə durub hər hansısa bir sözü deməmişik ki, cümlə qurub danışmamışıq. Müəyyən səslər çıxartmışıq. Sonra səslər formalaşaraq sözləri yaradıb, sözlər birləşib söz birləşmələri və sözlər birlikdə cümləni formalaşdırıb, cümlələr mətnləri formalaşdırıb. Yəni nitqimizin inkişafı müəyyən mərhələləri keçib. Sadədən mürəkkəbə doğru bir inkişaf yolu keçib. Biz də dilçiliyin bölmələrində sadədən mürəkkəbə doğru hamısına nəzər salacağıq. Birinci qeyd elədik ki, səs. Ən kiçik vahidimiz səsdir. Səsi də harda öyrənirik? Fonetika bölməsində. Fonetika sözü özü Yunan mənşəli sözdür. Fone səs, tika isə elm deməkdir. Fone səs, tika isə elm deməkdir. Burada diqqət yetirmək lazımdır nəyə? Fonetika nəyi öyrənir? Fonetika danışıq səslərini öyrənən elm sahəsidir. Danışıq səslərini. Baxın, bəzən testlərdə bizim qarşımıza çıxa bilər ki, fonetika səsləri öyrənən elm sahəsidir. Xeyr, yanlış fikirdir. Ətraf aləmdə, bizə əhatə edən maddi aləmdə səs çoxdur. Baxın, əlimizi toxunduraq bir-birinə, yaxud da lövhəyə toxunsaq, suyun səsi, yarpaqların səsi və s. səs çoxdur. Fonetika bunu mu öyrənir? Təbii ki, xeyr. Fonetika nəyi öyrənir? Sırf danışıq səslərini. Bəs danışıq səsi nədir? Danışıq səsi bizim danışarkən tələffüz etdiyimiz səslərdir. Baxın, biz danışanda hansı səsləri tələffüz edirik? Biz danışanda sait və samit səsləri tələffüz edirik. Deməli danışıq səsi sait, samitdirsə, fonetika nəticə etibarilə nəyi öyrənir? Fonetika nəticə etibarilə saitləri və samitləri, onlarla bağlı məsələni. Fonetika bir bölmə olaraq təbii ki, orada biz vurğu, heca, ahəng qanunu da öyrənmiş oluruq. Diqqət yetirsək, vurğudur, hecadır, ahəng qanunudur. Bunlar da saitlər və samitlərlə, yəni danışıq səsləri ilə bağlı olan məsələlərdir. Yaxşı, bəs danışıq səsləri nəyin vasitəsilə yaranır? Danışıq səsləri danışıq üzvləri vasitəsilə yaranır. Danışıq üzvlərini biz böləcəyik iki yerə.
fəal danışıq üzvləri, qeyri-fəal danışıq üzvləri. Baxın, fəal danışıq üzvləri testlərdə bizim tez-tez qarşımıza çıxır. Hansılardır fəal danışıq üzvləri? Dil, dodaqlar və səs telləri. Səs telləri. Aha, qeyd etdik. Qeyri-fəalları yazmayaq, elə şifahi formada deyək. Ağciyərlərdir, nəfəs borusudur, qırtlaqdır, ağız boşluğudur, burun boşluğudur, dişlərdir. Bunlar qeyri-fəallardır. Bu fəalların içərisində yenə ən fəalı dildir. Bunu bəzən əzbərləyirlər testlərdə qarışdırmamaq üçün və s. Əzbərləməyə ehtiyac yoxdur. Ümumiyyətlə Azərbaycan dilində nə isə əzbərləməyə cəhd etsək, biz testdə nəticə əldə edə bilməyəcəyik. Gördüyümüz kimi indiki testlərdə əzbərçiliyə əsaslanan testlər çox az, 1-2% qalıbdır. Artıq testlərdə daha çox yaradıcı, məntiqi, idraki tapşırıqlardır. Baxın, fəal danışıq üzvlərində diqqət yetirin nəyə? Niyə buna fəal deyirlər? Biz saitləri və samitləri, yəni danışıq səslərinin bölgüsünü aparan zaman saitləri biz nəyə görə bölürük? Baxın, saiti bölürük dilin üfüqi vəziyyətinə, dilin şaquli vəziyyətinə, bir də dodaqların vəziyyətinə görə, düzdürmü? İki qaydada burada fəal danışıq üzvlərinin ikisini harda istifadə edirik? Saitlərin bölgüsündə. Samitləri kar və cingiltili deyək. İki yerə böləndə nədən istifadə edirik? Səs tellərinin, dili səs tellərinin iştirakına görə iki yerə bölünür. Kar samitlər və cingiltili samitlər. Baxın, diqqət yetirin. Biz ağciyərə görə, yaxud da qırtlağa görə, nəfəs borusuna görə nəsə bir danışıq səsinin bölgüsünə apardıq, xeyr aparmadıq. Deməli, ən fəal bunlardır ki, bunlar da danışıq səslərinin daxili bölgüsündə müəyyən rol oynamış oldu. Bu məsələyə diqqət yetirək. Aha, indi keçid edirik növbəti məsələmizə. Lövhəmizi silək. Aha, baxaq burada danışıq səs. Dedik ki, səs nədir? Səs ümumiyyətlə danışıq səsləri nə olduğunu bildik, fonetikanın nə olduğunu bildik. Şifahi nitqdə biz səslərdən istifadə edirik. Şifahi nitqin səslərdə bəs yazıda nə vasitəsilə göstərilir? Biz səsləri şifahi nitqdə deyirik, yazanda artıq hərflərdən istifadə edirik. Yəni hərflər səsin yazıdakı şərti qrafiki işarəsidir. Səslə hərfin bəs fərqi nədir? Bu məsələyə də diqqət yetirək gəlin. Səs və hərf. Aha. Səslə hərfin fərqi nədir? Birinci fərq ondan ibarətdir ki, biz aşağı siniflərdən də öyrənmişik ki, səs nəyə deyilir? Biz səsləri deyirik və eşidirik. Hərflər haqqında öyrənmişik. Hərfləri isə yazırıq və görürük. Qısa yazıram, vaxtımız getməsin deyə. İkincisi, səslə hərfin müqayisəsinə gəldikdə, səslərin sayı hərflərin sayından çoxdur. Bilirik ki, bizim əlifbamızda 34 səsimiz, 32 hərfimiz var. Niyə 34 səsi var? 34 səs ona görə var ki, K səsi və bir də İ səsinə görə. Bunlara xışdırıq, qışdırıq bu tipli adlar deyirlər. Xeyr, bunların adı var. Bunun adı K-dır. Bunun adı isə İ səsidir. Yəni K səsi sözün ortasında və sonunda İ səsini İ formasında tələffüz edə bilirik. Samitlər bölməsində buna geniş toxunacağıq. Üçüncüsü, biz səs və hərf arasında fərq nəyi qeyd edə bilərik? Səslər hərflərdən fərqli olaraq transkripsiyada qeyd olunur. Deməli, səslər harda qeyd olunur? Transkripsiyada. Buna adını deyə bilməyəndə bəzən çaşanda böyük mötərizədə deyə bilərsiniz. Riyaziyyatda da istifadə olunur. Aha, indi keçək, təbii ki, anlayış olaraq fərqlidir. Sadəcə olaraq yadda saxlamaq üçün qeyd etdik. İndi keçirik səs və hərf barədə də məlumat əldə etdik növbəti məqamımıza. Biz dedik danışıq səslərini sait və samit olaraq iki yerə böldük. Bəs nə üçün bölürük? Biz danışıq səslərini sait və samit olaraq iki yerə bölürük maneə məsələsinə görə. Yəni, maneənin olub-olmamasına görə. Aha, baxın, saitləri tələffüz edən zaman ağız boşluğunda heç bir maneə rast gəlmədən tələffüz olunan səslərdir. Samit səsləri tələffüz edən zaman isə biz qeyd edirik ki, tələffüz zamanı müəyyən maneə rast gələrək tələffüz olunan səslərdir. Gəlin tətbiq edək. Baxın, A, Ə. Görürsünüz, ağciyərlərdən gələn hava axını ağız boşluğunda sərbəst çıxır. Amma samiti tələffüz edən zaman, məsələn, T, B, P müəyyən maneələrə səs rast gəlir, daha sonra tələffüz etmiş oluruq. Deməli, saitlər necə səslərdir? Saitlər maneəsiz səslərdir. Samitlər necə səslərdir? Samitlər isə maneəli səslərdir. Diqqət yetirin, bizim dilimizdə samit sözü ilə yanaşı samit sözü də var.
Yəni, bu sözləri qarışdırmayın. Bu söz də bizim dilimizdə mövcuddur. Samit nə deməkdir? Samit, baxın, dövlət başçılarının iştirakı ilə keçirilən zirvə toplantısı samitdir. Samit isə bildiyimiz kimi danışıq səsləridir. Saitlər samitlərin bir fərqini izah etdik. Digər saitlər və samitlər arasında fərq nədən ibarətdir? Təbii ki, saitlər biz bilirik ki, uzun tələffüz oluna bilir. Samitlərdə bu xüsusiyyət yoxdur. Saitlər vurğu qəbul edir. Daha sonra saitlər heca əmələ gətirir. İndi burada bir məsələyə diqqət yetirin. Hecanı əmələ gətirir sait, hecanı formalaşdırır samit. Bax, bu məqamda çox diqqətli olun. Və bir məsələni diqqətinizə çatdırın. Məsələn, hökümdar sözü. Hökümdar. Aha. Bu sözün fonetik təhlili ola bilər. Bu sözlə bağlı müəyyən məsələ soruşula bilər və bizdə deyər ki, hökümdar sözündə neçə hecalı sözdür? Bax, diqqət yetirin. Hökümdar sözü biz qeyd edəcəyik ki, təbii ki, 2 hecalı sözdür. Biz nəyə baxdıq? Orada saitlərin sayına baxdıq. Bəs yaxşı müəllim, mən hökümdar sözünü, bircə dəqiqə, aha. Bəs mən hökümdar sözünü hökümdar deyə tələffüz edirəm. Düzdür, hökümdar deyə tələffüz edirik. Tələffüzdə biz 3 dənə saiti görürük. Amma biz heca deyəndə, vurğu deyəndə, ahəng qanunu deyəndə hara baxmalıyıq? Sözün yazılışına baxmalıyıq. Bax, burada da diqqətli olaq. Deməli, başqa sait samitin fərqli cəhətlərinə qeyd edə bilərik. Saitlər təmiz səslərdir, yaranmasında küydən istifadə olunmur, amma samitlərin yaranmasında isə küydən istifadə olunur. Ümumiyyətlə, küy nə deməkdir? Küy anlayışının mənası nədir? Baxın, küy maniyədir. Samitlər də necə səslərdir? Maniyəli səslərdir. Amma saitlər necə səslərdir? Təmiz, musiqili səslərdir. Onların yaranmasında heç bir küydən istifadə olunmur. Baxın, eyni zamanda bu qeyd etdiyimiz məsələlər hamısı saitlərin özünə məxsus xüsusiyyətlərdir. İndi isə keçək biz saitlərimizin bölgüsü. Bilirik ki, Azərbaycan dilində 9 saitimiz var. Saitləri əmələ gəlmə yerinə görə qruplaşdıraq. Gəlin görək, saitləri əmələ gəlmə yerinə görə hansı qruplara bölürük? Bəzən sual verəndə ki, saitlər əmələ gəlmə yerinə görə neçə qrupa bölünür? Cavab verirlər ki, 2 qrupa bölünür. Nəzərdə tuturlar ki, qalın, incə, açıq, qapalı və s. Belə yox. Saitlər əmələ gəlmə yerinə görə 3 qrupa bölünür. Dilin, biz bu bölgünü aparırıq nəyə görə? Dilin üfüqi vəziyyətinə görə, ikincisi dilin şaquli vəziyyətinə görə, üçüncüsü isə dodaqların vəziyyətinə görə. Bax, 3 yeri nəzərə aldıq dodaqların vəziyyətinə görə. İndi gəlin başlayaq birinci saitlərdə dilin üfüqi vəziyyətinə görə bölgüdə. Üfüqi və şaquli xətlər hansıdır? Gəlin birinci onlara diqqət yetirək. Baxın, sizin üçün riyaziyyatla inteqrasiya eləyək, koordinat başlanğıcı çəkək, x və y. Baxın, diqqət yetirin, bu x xətti, bax bu xəttimiz üfüqi xəttir. Bax, y bu xəttimiz isə şaqulidir. Şaquli. Yeri gəlmişkən üfüqi və şaquli sözlərinin də quruluşca növünə diqqət yetirək. Bildiyimiz kimi üfüqdən üfüqi, bu məlum məsələdir, üfüq nədir bilirik. Şaquli sözündə də şaquldan şaqulidir. Yaxşı müəllim, bizim dilimizdə şaqul sözü varmı? Bəli, var. Şaqul nədir? Şaqul bir cismin, ümumiyyətlə divar ola bilər və s. nə olar? Bir cismin düzlüyünü, dikliyini yoxlamaq üçün, şaquli vəziyyətdə olmadığını yoxlamaq üçün bir əşyadır, bir alətdir. Bu da sizin diqqətinizdə olsun. Üfüqi və şaquli sözləri quruluşca düzəltmə sifətlərdir. Yaxşı, indi gələk saitləri dilin üfüqi vəziyyətinə görə hansı qruplara böləcəyik? Buranı silək. Buranı sildik. Qeyd edək. Üfüqi vəziyyətinə görə böləcəyik qalın saitlər və incə saitlər. Qalın saitlərin digər adına dilarxası saitlər, incə saitlərin digər adına isə dilönü saitlər deyilir. Bəs yaxşı, bunlara niyə dilarxası, dilönü, qalın, incə saitlər deyilir? Gəlin bunun mahiyyətini bilək. Bəzən qalın saitlər budur əzbərləyik, incə saitlər budur əzbərləyik, belə keçib gedirik. Gəlin bunun mahiyyətini başa düşək. Ümumiyyətlə, bizim dilimiz ağzımızda üfüqi vəziyyətdə dayanıb, düzdürmü? Bax, dilin üfüqi vəziyyətinə görə, yəni saitlər dilin arxa və ya ön hissəsində yaranmasına görə bölgüdür bu. Biz qalın saitləri tələffüz edən zaman
dil o üfüqi xətt üzrə arxaya çəkilmiş olur və saytlar dilin arxasında yaranır və səs qalın çıxır. Baxın, gəlin tətbiq edək. Gəlin özümüz qalın saytları deyək. Bilirik ki, qalın saytlarımız hansılardır? Aha, hansılardır? A, I, O, U. Baxın, dilimiz çəkildi arxaya və səs qalın çıxdı. Deməli, sayt yarandı dilin arxasında. Məhz ona görə onlara qalın, səs qalın çıxır axı və yaxud da yaranmasına görə dil arxası saytlar deyirlər. İncə saytları tələffüz edəndə dil o üfüqi xətt üzrə sanki bir qədər önə gəlir və səs incə çıxır. Dilin önündə yaranır. Baxın, E, Ə, İ, Ö, Ü. Bunlar incə saytlardır. Fikir versəniz, qalın saytları tələffüz edəndə qarşımızdakı insan bizim dilimizi görmür. Çünki dil çəkilir arxaya. Amma incə saytları tələffüz edəndə bizim dilimiz müəyyən qədər görünür. Çünki bu saytlar dilin önündə yaranıb. Və burada gəlin qeyd edək incə saytlarımızı da. Baxın, burada diqqət yetirək E saytına. E saytı yaranma yerinə görə ortada yaranır. Yəni öndə və arxada deyil də dilin ortasında yaranır. Ona görə də E saytına dil ortası sayt da deyirlər. Baxın, yaranma yerinə görə dil ortasıdır. Amma biz onu səslənmə yerinə görə harda götürürük? İncə saytların içərisində. Buna diqqət yetirək. İndi isə keçək dilin şaquli vəziyyətinə görə bölgü. Bu hissəni silək gəlin. Dilin şaquli vəziyyətinə görə biz saytları böləcəyik yenə 2 yerə. Açıq saytlar və qapalı saytlar. Diqqət yetirin, baxın, bir-birinin əksidir. Qalın, incə, açıq, qapalı. Açıq saytlarımız hansılardır? Qapalı saytlarımız hansılardır? Bunların ikinci adı varmı? Bəli, var. Açıq saytların ikinci adı gen saytlar, qapalı saytlarımızın ikinci adı isə dar saytlardır. Burada rahat bir yolla, həmişə deyirəm, qapalını yadda saxlamaq üçün sizə bir üsul deyim. Bax, qapalı sözünün sonu nə ilə bitir? I saytı ilə, düzdürmü? Aha, baxın, I-nı yazaq, gəlin. I saytını qeyd edək. I. I-nın başına nöqtə qoyduq, oldu I. 2 dənə I-nı yanaş yazdıq, oldu U. 2 dənə I-nı yanaş yazıb başına nöqtə qoyduq, oldu Ü. Baxın, I-dan yaratdıq sanki, düzdürmü? I tiplilər qapalılardır. Qapalı I tiplilər, I-dan yarananlar. Və belə də yadda saxlaya bilərik. 4 cür yazılan şəkilçilərin tərkibində iştirak edən saytlar qapalı saytlardır. L-li, lu-lü. Amma indi mən sizə bunun mahiyyətini açıqlayacağım ki, niyə bunlara qapalı, niyə bu saytlara məhz açıq deyirlər. Baxın, bu bölgünü aparanda şaquli vəziyyətə görə, bir də alt çənənin vəziyyətinə görə qeyd edirik. Alt çənənin vəziyyəti nə əlaqə? Açıq saytları tələffüz edən zaman, alt çənə düşür bir qədər aşağı, hətta dildə. Baxın, A, E, Ə, diqqət yetirdiniz, düşdü alt çənə, həmçində dildə biraz aşağı düşmüş olur. Qapalı saytları tələffüz edəndə bu halına rastlaşmırıq. Qapalı saytları tələffüz edəndə ağzımız qapalı dar formada olur. Gəlin tələffüz edək. Əlimizi də qoyaq, görək çənəmiz təsir edib əlimizi salacaqmı aşağı? Baxın, I, I, U, Ü. Baxın, burada heç bir alt çənənin təsirini biz görmədik. Hətta nisbətən dil üst damağa doğru yuxarı qalxmış olur. Ağız qapalı dar vəziyyətdə olur. Görürsünüzmü? Yəni açıq saytlar, açıq, ağız açıldı, gen oldu. Qapalılarda isə ağız qapalı dar vəziyyətdə oldu deyə məhz bunlara açıq və qapalı dedik. Yadda saxlama üsulu da sizə qeyd elədim. Bu cür yadımızda saxlaya bilərik. İndi isə keçirik dodaqların vəziyyətinə görə. Dodaqların vəziyyətinə görə məlum məsələdir. Dodaqlanan və dodaqlanmayan saytlar, dodaqlanan və dodaqlanmayan saytlar. Dodaqlanan saytlarda baxın, dairəni gözümüzün qabağına gətirək. Necə? Dodaqlarımız dairəvi şəkil alır və bir qədər önə uzanır. Dodaqlanan saytlarımız hansılardır? Dodaqlanan saytlar O, U, Ö, Ü. Bax, tələffüz edən zaman dodaqlarımızın vəziyyəti artıq məlumdur. İndi dodaqlanmayanlar, baxın, A-dır, E-dir, Ə-dir, I-dir, İ-dir. Bunların tələffüzündə isə dodaqlarda dairəvi şəkil olmadı. Dodaqlarımız sərbəst vəziyyətdə olmuş oldu. Bu bizim saytlarımızın daxili bölgüsü. Saytların daxili bölgüsü ilə bağlı bu qədər. İndi keçirik bir məqamı sizin diqqətinizə çatdırım. Məsələn, testlərdə olur ki, bir saytın xüsusiyyəti. Bir saytın neçə xüsusiyyəti var? Ümumiyyətlə, daxili bölgüdə əmələ gəlmə yerinə görə neçə qrupa böldük? 3 qrupa böldük. Ona görə də bir saytın 3 xüsusiyyəti var. Məsələn, götürürəm A saytını. A saytını
hissəsinin xüsusiyyətlərini sayın desə biz nə deyəcəyik? Biz qeyd edəcəyik. A qalın saytdır, dodaqlanmayan saytdır, düzdürmü? Dodaqlanmayandır. Daha sonra nə qeyd edəcəyik A saytı haqqında? Qeyd edəcəyik ki, açıq saytdır. Baxın, 3 xüsusiyyət qeyd etdik. İndi belə bir sual ünvanlayım sizə. Dilimizdə hansı saytlərdir ki, 2 sayt var ki, o saytlərin xüsusiyyəti bütün məqamlarda eynidir. Bu bizim E və Ə saytlərimizdir ki, bunların xüsusiyyətləri eynidir. Dilin şaquli vəziyyətinə görə, üfüqi vəziyyətinə və dodaqların vəziyyətinə görə mövqelərinə diqqət yetirsək, görürük ki, üfüqi vəziyyətə görə bölgüdə ikisi də necə saytdır? İncə saytdır. Şaquli vəziyyətə görə bölgüdə ikisi də necə saytdır? Açıq saytdır. Dodaqların vəziyyətinə görə bölgüdə isə ikisi də dodaqlanmayan saytdır. Bu testdə necə qarşınıza çıxa bilər? Qeyd oluna bilər ki, aşağıda verilmiş hansı sözdə saytlərin xüsusiyyətləri eynidir. Bütün məqamlarda eynidir. Bəzən yazır 2 məqamda, bəzən yazır bütün məqamlarda. Ümumiyyətlə, bax, bu saytlərin xüsusiyyətləri sanki bir-birinin tərsidir. 6 ilə 9 necə bir-birinin tərsidirsə, bunlar da bir-birinin tərsidir və xüsusiyyətləri də eynidir. Məsələn, variantlarda bayaq dediyim test tipindən meşə sözünü sala bilər, belə sözünü sala bilər. Baxın, bu sözlərdə iştirak etdi bu saytlər və xüsusiyyətləri eynidir. Buna diqqət yetirək. Dilimizdə bildiyimiz kimi I hərfi ilə başlayan sözümüz yoxdur. Sayt haqqında bunu da diqqətimizə çatdıraq və uzanma məsələsinə də diqqət yetirsək, I və Ü saytləri uzanmır. Üdə istisna bizim üfüqi sözünü qeyd edə bilər ki, orada uzanma var. Bəzi sözlərdə var, orada Ü uzanır. Ancaq onlar məktəb dərsliklərində qeyd olunmadığına görə biz artıq onları demirik. Düzdür, bəzən onlarla qarşılaşa bilirik, deyirlər həmin sözləri. Biz istər abituriyentlər olsun, istər MİQ olsun, biz nəyə əsasən hazırlaşırıq? Bizim çərçivə planımız nədir? Orta məktəb dərslikləri. Yəni, orada yoxdursa, biz artıq o sözləri qeyd etmirik, amma üfüqi sözünü qeyd edirik. İndi keçirik saytlərimizin tələffüzü məsələsi. Qeyd edək saytlərin tələffüzü. Birinci gəlin saytlərin uzanmasına baxaq, sonra keçərik saytlərin tələffüzü. Saytlərin uzanması. Uzanma ümumiyyətlə bizim dilimizə xas xüsusiyyətdirmi? Xeyr. Uzanma ərəb-fars mənşəli sözlərə xas xüsusiyyətdir. Bildiyimiz kimi bizim dilimizdə də ərəb-fars mənşəli sözlər var və bunlarda da uzanmanın şahidi oluruq. Bəs bütün saytlərimiz uzanırmı? Saytlərin xüsusiyyətlərində dedik, samitlərdən fərqli olaraq uzanır. Bütün saytlar uzanırmı? Xeyr. Bayaq da qeyd etdik ki, I və Ü saytləri uzanmır. Deməli, 7 dənə saytimiz müəyyən mövqelərdə, sözün əvvəlində, ortasında və sonunda hər 3 mövqedə uzana bilər. Baxır onun işlənmə mövqeyinə. 2 saytımız uzanmır. Bir dənə dedik ki, Üdə istisna üfüqi sözüdür ki, burada ikinci Ü saytı uzun tələffüz olunur. Amma qalan sözlərə diqqət etsiniz. Məsələn, üzüm deyir. Üzüm deyə uzatmırıq ki, xeyr. Yerdə qalan sözlərdə Ü-nün uzanmasını görə bilmərik. Bəs yaxşı, gəlin görək, saytlər nə vaxt uzanır? Uzanmanı biz transkripsiyada qeyd edirik, mütləq qeyd olunmalıdır. Bəzən görürsünüz ki, məsələn, verə bilər, tutalım bizə alim sözünü, bax, biz tələffüzünü götürüb bu formada yazsaq, təbii ki, səhvdir. İndi deyirsiniz ki, müəllim, bəs uzanma deyiliş və yazılış arasında fərq deyil. Düzdür. Uzanma, sözdə ancaq uzanma hadisəsi varsa, biz bunu yazılış və deyiliş arasında fərq götürmürük. Ancaq ki, biz tələffüzdə onu mütləq qeyd etməliyik. Qeyd etməsək, təbii ki, nə olacaq? Səhv olacaq. Uzanma tələffüzdə, transkripsiyada qoşa nöqtə vasitəsilə qoyulur və buna diqqət yetirməliyik. Bəs gəlin görək, saytlər nə vaxt uzanır? Birinci, 2 dənə eyni cinsli qoşa sayt yanaşı gələn zaman həmin qoşa saytlər bir uzun sayt kimi tələffüz olunur. Məsələn, qeyd edək, qoşa A olsun, qoşa İ olsun, fərqi yoxdur. Məsələn, camaat sözünü yazaq. Camaat. Biz bunu necə tələffüz edəcəyik? Baxın, biz bunu tələffüz edəcəyik. 2 qoşa saytimiz bir uzun sayt kimi tələffüz olunmuş olacaq. Sanki biri düşür, digəri isə uzun tələffüz olunur. Bax, uzanma burada oldu. Bir də bir məsələni diqqətinizə çatdırma. Deyir ki, bütün saytlərin eyni cinsli qoşallığı varmı?
Xeyr, yoxdur. Məsələn, qoşa ölərlə söz görmüsünüz, ılarla söz görmüsünüz. Qoşalıq var A-larda, İ-lərdə, O-larda və Ə-lərdə. Yerdə qalan saitlərin qoşalığı ilə Ü-lərdə var bizim dilimizdə elə sözlər. Xeyr, yoxdur. Məhz bunlarda da dediyim kimi bir uzun A kimi tələffüz olunur. Təbii ki, O-da qısa A kimi tələffüz var. Kooperasiya, koordinasiya və s. o tipli sözlər. Saitlərin tələffüzünə ona da yenə də toxunacağıq. Gəlirik ikinci, uzanma nə vaxt ola bilər? İkincisi uzanma o vaxt ola bilər ki, A-ə saiti ərəb fars mənşəli sözlərdə A-ə saiti yanaşı gələndə A saiti uzun tələffüz olunur. Məsələn, itayət, şücaət, bəraət, qiraət, qənaət bu tipli sözlərdir ki, onlarda, məsələn, itayət sözünü qeyd eləyək. İtayət. Baxın, burada A saiti uzanmış oldu. Bəzən burada nədə yanlışlığa yol verirlər? İtayət sözünün itayət, bəraət, şücaət bu formada tələffüz edilir. Qəti şəkildə olmaz. A-ə yanaşı gələndə sadəcə A saiti uzanır. Biz ora Y artırmırıq. Y-ni artırırıq, bir tərəfi İ olanlara tələffüzdə toxunacağıq. İkinci qaydanı da qeyd elədik. Üçüncü saitlər nə vaxt uzana bilər? Saitlər bu kitablarda qeyd olunmuyub. Ümumi belə deyimdə testlərdə, təcrübələrdə olan məsələlərə əsasən deyəcəm sizə. Qalın saitdən sonra bax, ərəb fars mənşəli sözlərdə, hamısında yox təbii ki, 60-70% sözlərdə qalın saitdən sonra incə sait gələn zaman, qalın saitdən sonra incə sait gələndə qalın sait uzanır. Məsələn, gəlin nümunə deyək. Elə nümunə sözünün özü. Nümunə. Baxın, burada qalın saitdən sonra nə gəldi? İncə sait. Biz bunu necə tələffüz edəcəyik? Biz bunu tələffüz edəcəyik nümunə. Burada əslində məncə nə baş verir? Sabir söz olsun, Füzuli söz olsun. Baxın, sabir, Füzuli, alim sözünün özü, alim, ədalət. Burada belə bir hadisə baş verir ki, baxın, görsünüz özündən sonra incə gəlir. Sonra gələn çalışır ki, o əvvəlkini öz qayda qanununa tabe eləsin. Yəni, özü incədir, istəyir ki, o da bunun tay olsun da, belə deyim. Və bu sait də qalında axı, sait sanki uzanaraq, bir şey dartanda incələşir məsələsi var. Uzanaraq sanki biraz bunun məxrəcinə uyğunlaşmış olur. Məsələn, baxın, nümunə. Onu uzadırıq, elə bil ki, ənin biraz məxrəcinə uyğunlaşdırmış oluruq. Bax, bu məncə bununla bağlı bir məsələdir. Bu da belə. Bəs yaxşı, saitlər ancaq və ancaq sözün kökündəmi uzana bilər? Belə bir sualla rastlaşsaq, təbii ki, xeyr. Saitlər həm şəkilçidə, həm də sözün kökündə ola bilər. Şəkilçidə necə ola bilər? Bayaq qeyd etdiyim nümunə, Füzuli, burada kökdədir uzanma. Şəkilçilərdə də, həm ün şəkilçilərdə uzanma ola bilər, yadımızda saxlayaq. Həm də son şəkilçilərdə uzanma ola bilər. Gəlin nümunələr gətirək. Ön şəkilçilərdə uzanma, bala, con, bina. Bax, bu şəkilçiləri yadda saxlamaq üçün sizə bir qayda deyim. Bu yadda saxlamaq üçün bu cümlədən istifadə, daha doğrusu bu söz birləşməsindən istifadə edə bilərsiniz. Balaco, bina. İndi deyirsiniz ki, ay müəllim, balaco, bina nədir? Sadəcə yadda saxlamaq üsulumuzdur ki, bax, bu şəkilçilər, ayrı-ayrı hecalarda fikir versək, bu şəkilçilər tələffüzdə bunların saiti uzanmış olur. Məsələn, gəlin nümunə gətirək, cömərd sözünü yazaq. Cömərd. Biz bunu necə tələffüz edəcəyik? Biz bunu tələffüz edəcəyik cömərd formasında. Bax, diqqət yetirsək, burada o saiti uzanmış oldu. La məkan, bi vəfa, ba məzə və s. nümunələrimizin naməlum sayını artıra bilərik. Yadda saxlamaq üçünsə bu üsuldan istifadə edə bilərik. İndi son şəkilçilərdə uzanma məsələsinə gəlin, diqqət yetirək. Son şəkilçilərdə hansında uzanmanı görə bilərik. Son şəkilçilərimizdə, xüsusilə zərf düzəldən şəkilçilərdə anə, yanə, bu şəkilçilər artırılan sözdə uzanmanı görürük, həm də şəkilçidə də uzanmanı görürük. Məsələn, deyirik ki, Füzuliyanə, sabiranə, dahiyanə,
yazaq dahiyanə sözünü. Burada tələffüzünə diqqət yetirsək, dahi sözün kökündə də uzanma olacaqdır. Eyni zamanda şəkilçidə də uzanma olacaqdır. Şairanə, sabiranə və s. Füzuliyanə nümunələrimizin sayını artıra bilərik. Amma bir şeydə diqqətli olun. Bütün anə yanə artırılan sözlərdə 2 uzanma olmalıdır deyə bir şey yoxdur. Məsələn, nümunə olaraq mərdanə sözünü götürək. Mərdanə. Aha, mən burada 2 uzanma var deyə bilərəmmi? Təbii ki, xeyr, deyə bilmərəm. Çünki burada sözümüzün kökü mərddir. Mərddir, bir saitdir. Mərd yığzadası deyilik. Olduğu kimi qalır. Burada ancaq və ancaq anə şəkilçisində uzanmanın şahidi ola bilirik. Bax, bu məsələyə də xüsusilə diqqət yetirmək lazımdır. Dilimizdə bəzi sözlər var ki, həmin sözlərdə biz 2 dənə saitimizin uzanmasının şahidi olmuş oluruq. Həmin sözlərə misal olaraq nə deyə bilərik? Məsələn, həmin sözlərə misal olaraq adətən sonu anə yanə ilə bitənlər, dedik orada mərdanədə bir uzanma var. Amma məsələn, şairanə desək, dahiyanə desək, füzuliyanə desək, burada 2 dənə uzanmanın şahidi olacaq. Başqa nəyə misal göstərə bilərik? Başqa məsələn, tabeli sözü, tabeli, elə tabesiz sözün özü, tabesiz, tabesizdə də e və tabesiz, a və e-nin uzanmasının şahidi olacaq. Daha sonra xariquladə sözünü misal göstərə bilərik, qanuni sözünü, naməlum sözünü və bu tipli namə ilə bitən sözlər, xasiyyətnamə, tərifnamə, xasiyyətnamə, bu tipli sözlər misal göstərə bilərik ki, bunlarda da 2 uzanmanın şahidi ola bilərik. Sonra bu uzanma ilə bağlı başqa nəyə diqqətinizə çatdırım? Qoy bir dənə bu sözü yazım. Məsələn, yazaq sabiranə sözü. Sabiranə. Burada nəyə diqqət yetirək? Uzanmanı qeyd edək. Sualda sala bilər ki, uzanan saitlərin xüsusiyyətləri eynidir. Məsələn, tabeli və sabiranə sözünü sala bilər və qeyd edər ki, uzanan saitlərin xüsusiyyətləri eynidir və yaxud da sözləri tək-tək sala bilər. Biz burada diqqət yetiririk. Burada A və E saitidir uzanan, burada da A saitidir uzanan. Sabiranədə A-dır, ikisi də A-dır, xüsusiyyətləri təbii ki, eyni olacaq. Amma tabelidə biz onu deyə bilərikmi? Xeyr. Çünki xüsusiyyətləri eyni olması baxımından Ə və E saitlərinin xüsusiyyətləri bütün məqamlarda eynidir. Amma burada bütün məqamlarda eyni deyil. Dilin, məsələn, üfüqi vəziyyətinə görə məqamda bu prinsip pozulur. Biri qalındadır, biri incədədir. Amma şaquli vəziyyət və dodaqların vəziyyətinə görə 2 məqamda xüsusiyyətləri eynidir deyə bilərik. Daha sonra saitlərin uzanmasına bağlı nəyə diqqətimizə çatdıra bilərik? Baxın, uzanmaya görə mənası fərqlənən sözlər var dilimizdə. Uzanmaya görə mənası fərqlənən sözlər hansılardır? Gəlin onlara baxaq. Uzanmaya görə mənası dəyişən bəzən, nərə, əyan və dava sözləridir. Bunlar bizə amonimlər bölməsində də lazım olur. Diqqətli olun. Bu sözləri görən kimi amonimlər bölməsində test işləyəndə bu sözləri çıxırıq. Çünki amonimlərin tərifində deyirik yazılış, tələffüz, vurğu, başlanmış forma eyni olmalıdır. Bunlarda isə tələffüz eyni olmur. Ona görə bunlara diqqət yetirmək lazımdır. Amonim deyirlər. Baxın, bəzən sözünə gəlin baxaq. Tələffüzdə biz bunu bəzən, bir də bəzən formasında. Məsələn, deyirəm, o bəzən bizə gələrdi, yəni ara bir, hərdən bir bu mənada uzanır və burada zərfdir. Bir də var deyirəm, get bəzən gedək. Bəzən. Burada isə artıq nədir? Burada feildir. Görürsünüz, uzanmaya görə leksik mənası dəyişdi. Daha sonra nərə sözü. Nərə sözündə əgər uzanma olacaqsa, nərə uzanma olacaqsa, bu məsələn Koroğlunun nərəsi, quşqurtulu, iniltili səsi. Bir də nəhrə balığı. Məsələn, balıq növlərindən biri kimi nərə, burada isə uzanma olmayacaq. Əyan sözünə diqqət yetirək. Bu hissəni silək, mane olmasın. Aha, əyan sözünə diqqət yetirək. Əyan bir uzanma versiyası. Uzananda əyan, şahın yanındakı adamlar, yəni şahın yanındakı zadəganlar mənasında. Bir də var, məsələn, bu hadisə hamıya əyan oldu, yəni ki, məlum oldu, bəlli oldu bu mənada. Açıq-aşkar oldu. Burada artıq uzanma yoxdur. Dava sözünə diqqət yetirək. Dava uzanma olanda,
Məsələn, dava düşdü, dava oldu. Burada savaş mənasında, dalaşmaq mənasındadır. Bir də var ki, məsələn, dava uzanmayan versiyada, burada isə artıq dərman dava mənasını ifadə etmiş olacaq. Bunları da diqqətimizi çatdırdıq. İndi bir şeyə baxaq uzanmada. Baxın, saitlər əslində çox incədir. Bu nə üçün deyirəm? Yəni bir sait eyni anda həm uzanıb, həm vurğu qəbul etməsi məsələsinə diqqət yetirək. Əgər bir sait uzanırsa, həmin sait üstəgəl ikinci yükü də götürüb vurğu qəbul etmir. Məsələn, sadə bir sözdən misal gətirim sizə. Təcili sözü. Baxın, təcili. Bu sözə diqqət yetirək. Gəlin tələffüzünü yazaq. Təcili. Aha. Burada bizim vurğumuz hardadır? Vurğu sondadır. Uzanma hardadır? Uzanma ikinci hecadadır. Baxın, sait uzanıb. Bir də incədaxı sait. Üstəgəl bir yükdə vurğu qəbul etməsi buna daha ağır olacaq. Ona görə də bir sait ya uzanar, ya vurğu qəbul edər. İkisi də eyni anda etməsi onun üçün çətin olur. Düzdür, istisna sözlərimiz var ki, vurğu ilə uzanma eyni saitdədir. Onları qeyd edəcəm, amma yerdə qalan sözlərdə isə adətən, ümumiyyətlə belə deyək də, vurğu ilə uzanma fərqli saitlərin üzərində olur. Bax, burada gördüyümüz kimi alim sözü olsun. Məsələn, alim A uzanır, amma vurğunu harada deyirik biz? Vurğunun sonunda deyirik, A-nı isə uzatmış oluruq. Bəs yaxşı, vurğusu ilə uzanması eyni yerə düşən, uzanması ilə vurğusu eyni yerə düşən sözlər hansılardır? Gəlin bunlara baxaq. Həmin sözlər bəzən, bəli, bəli, bəzi, üç dənə B ilə başlayanlar, bəzən, bəli, bəzi bu sözlərdə bəzən zərf mövqeyində çıxış edən zaman təbii ki, feil mövqeyində yox. Bəli sözü köməkçi nitq hissəsi kimi, bir də bəzi sözündə. Bunlarda, məsələn, gəlin qeyd edək, uzanmada, vurğuda eyni saitin üzərindədir. Digər sözlər daim, daim, daima, daima və daxilən sözləridir. Bunu da qeyd edək. 3D qaydası, 3B, 3D. Baxın bunlarda da ilk saitimiz həm uzanır, həm vurğu qəbul edir. Bir də köməkçi nitq hissələrimiz var ki, yəni, lakin bu sözlərdə də baxın, yəni vurğu birdə, uzanma da, lakində də həmçinin. Vurğu ilə uzanma eyni saitin üzərindədir. Sonra isə keçirik saitlərin uzanması ilə bağlı demək olar ki, çalışdığımız qədər bütün məsələlərə toxunduq. Keçək saitlərimizin tələffüzü məsələsi. Saitlərin tələffüzü. Saitlərin tələffüzündə nəyə diqqət yetirək? Birincisi, gəlin o saitinin A kimi tələffüz formasına baxaq. Bəzi Rus-Avropa mənşəli sözlər var ki, onlar O ilə yazılır, tələffüzdə isə A ilə tələffüz edilir. Amma bəziləri də var ki, O ilə yazılır, O ilə də tələffüz edilir. Bəs yaxşı, nə vaxt O A kimi tələffüz olunacaq, nə vaxt O elə olduğu kimi O kimi tələffüz olunacaq, buna diqqət yetirək. Baxın, diqqət yetirin, onun üzərinə vurğu düşəndə O tələffüzdə olduğu kimi qalır. Məsələn, deyirəm ki, oçirk sözü, oçirk. Baxın, mən buna açirk demirəm ki, oçirk, obraz sözü, obraz deyirəm, düzdürmü? O vurğu onun üzərindədir və o kimi tələffüz olunur. Gəlin onun A-ya keçməsinə baxaq. Məsələn, tutalım deyirik, Odessa yazırıq, Odessa deyirik, Moskva yazırıq, Moskva deyirik, konfet yazırıq, konfet şəklində tələffüz etmiş oluruq. Yazaq məsələn, konfet. Gəlin biz bunu tələffüz edək. Necə tələffüz edəcəyik? Konfet formasında. Vurğumuz hardadır? Vurğusundadır. Görürsünüz, vurğusuz hecada A kimi tələffüz olundu, vurğulu hecada O kimi tələffüz olundu. Təbii ki, burada da bizim istisna sözlərimiz var. Okean sözüdür. Okean. Bax, burada onun üzərinə vurğu düşmür. Okean demirik ki, vurğu axırdadır. Amma yenə də biz burada onu olduğu kimi tələffüz etmiş olacaq. Yeni qaydalara əsasən EA-da da dəyişiklik baş vermir. Bunu da bilirik. Başqa oktyabr sözüdür. Oktyabr sözüdür. Daha sonra noyabr sözüdür.
Onlarda da baxın, oktyabr, vurğu o-da deyil ki, vurğu hardadır? A-nın üzərində. Amma biz bunu oktyabr, noyabr kimi tələffüz etmirik ki, elə oktyabr, noyabr kimi tələffüz edirik. Yəni bu sözlərdə oktyabr, noyabr, okean. Bax bu 3 sözdə yadınızda saxlayın ki, bu 3 sözdə yadımızda saxlayaq ki, bizim istisna sözlərimizdir ki, vurğu üzərinə düşməsə də elə o olduğu kimi tələffüz olunur. Bu belə. İndi keçid edirik qoşa saitli sözlərin tələffüzü. Bilirik ki, 2 dənə sait yanaşı gələndə biz buna qoşa saitli söz deyirik. Qoşa saitli sözləri bölürük 2 yerə. Var, eyni cinsli qoşa saitli sözlər, bir də var müxtəlif cinsli. Eyni cinsli qoşa saitli sözlər və müxtəlif cinsli qoşa saitli sözlər. Eyni cinsli qoşa saitli söz nə? Təbii ki, adından göründüyü kimi ikisi də eyni olur. Məsələn, a, ə, i, o. Aha, bunlar bizim eyni cinslərimizdir. Bayaq biz nə qeyd elədik? Dedik ki, diqqət yetirək, dilimizdəki bütün saitlərin eyni cins qoşalğı yoxdur. Sən qoşa ölər, ülər, ılar yoxdur. Qoşalğı olan, bax bu 4-düdür və qeyd etdik. Müxtəlif cinslərə isə, məsələn, a, i yanaşı gələ bilər, i, o yanaşı gələ bilər, ailə, radio, maniya və s. nümunələr deyə bilərik. Bunların tələffüz qaydası necə olur? Birinci eyni cinslərdən baxaq. Eyni cinslərdə, bayaq uzanmada da buna toxunduq. Qeyd elədik ki, 2 qoşa sait, bir uzun sait kimi tələffüz olunur. Qoşa a'lar, qoşa ələrdə də, qoşa i'lərdə də, qoşa o'larda isə vəziyyət bir qədər fərqlidir. Qoşa o'larda necədir? Qoşa o'larda yuxarıdakı kimi o'lardan biri düşüb, yəni 2 o'nun bir uzun o kimi tələffüz versiyası var. Bir də qoşa o'larla yazılıb, a ilə tələffüz edilən sözlər var. Bax, təkcə o-da aya keçən versiyalar var. Bayaq dedik, konfet, yazırıq, konfet deyirik, komandir sözüdür, adessa sözüdür və s. Eyni zamanda 2 o'nun da qısa a kimi tələffüz olunduğu sözlər var. Məsələn, kooperasiya 2 o ilə yazırıq, amma tələffüzü nə deyirik? Kooperasiya demiş oluruq. Məsələn, saat sözü olsun, marş sözü olsun, fərqi yoxdur, qeyd edə bilərik. Uzanmanı mütləq qeyd etməliyik. Məsələn, qeyd etməsək olacaq sat. Yəni, nə isə sat. Görürsünüz, sözün leksik mənası dəyişmiş oldu. Və yaxud da marş sözündə biz orada uzanmanı qeyd etməsək, tamamilə başqa leksik mənalı söz alınmış olacaq. Əmtə sözü olsun, bədii sözü olsun, diqqət yetirin. Bəzən görsən ki, i'lərdə dururlar, bədii, i artırırlar. Olmaz. 2 dənə qoşa varsa, nə deyirik? Onlardan biri düşür. Ümumiyyətlə, baxın, bizim dilimiz 2 dənə eyni şeydən yanaşı gəlməyi sevmir. Qoşa a'lar gəlir, görürsünüz, biri düşür. Samitlərdə də onun kimi. İkisi də eyni olanda dil onu sevmir. Onu tələffüz etmək dilimiz üçün ağır olur. Adı görürsünüz, kikar samit yanaşı gəlir. Seçki yazırıq. Amma biz bunu necə tələffüz edirik? Seçki. Yəni, fərqliyi sevir, monotonluğu sevmir. Durub bura bir dənə ya artırmayacaq. Eyni cinsli qoşalarda birini salmış olacaq. Yəni, ikisi bir salmış deyəndə orada əslində 2 dənə sait, bir uzun sait kimi tələffüz olunmuş olur. Qoşa olardı. Məsələn, zoologiya. Zoologiya. Aha, biz bunu bu cür yazırıq. Tələffüzdə necə tələffüz edəcəyik? Tələffüzdə isə, bax, qoşa o'ları bir o kimi tələffüz edəcəyik. Qoşa o'nun a kimi tələffüzünə nümunə deyək. Baxın, kooperativ. Biz bunu necə tələffüz edəcəyik? Tələffüz edəcəyik kooperativ formasında. Aha, koordinasiya yazırıq, koordinasiya deyirik. Kooperasiya yazırıq, kooperasiya deyirik. Yəni, bax, bu sözlər Rus-Avropa mənşəli sözlərdir. Buna nümunə olaraq qeyd edə bilərik. Bəs yaxşı, eyni cinsli sait qoşalığı sözün hansı hissəsində gələ bilər? Bax, uzanmada dedik ki, uzanma əvvəldə də olar, ortada da olar, sonda da olar. Bəs yaxşı, eyni cinsli sait qoşalığı sözün ola bilər ortasında və sonunda. Əvvəldə ola bilərmi? Təbii ki, xeyr. Bunu da əzbərləməyək. Gəlin, tətbiq eləyək. Məsələn, qoşa a ilə başlayan söz eşitmişik. Xeyr, təbii ki. Yaxud da qoşa i ilə başlayan sözümüz var, yoxdur. Ya ortada olacaq, gördüyünüz kimi, camaat, saat, marş, əmtə sonda oldu. Ya ortada, ya da sonda olacaq. Bu
Bu bizim eyni cinsli qoşa sahitlərimizlə bağlı məsələ. İndi gəlin keçək müxtəlif cinslərlə bağlı, müxtəlif cinsli qoşa sahitli sözlərimizlə bağlı. Müxtəlif cinsli qoşa sahitlərin bir qismində səs artımı hadisəsi baş verəcək, bir qismində səs düşümü hadisəsi baş verəcək, digərləri isə olduğu kimi qalacaq. Gəlin birinci başlayaq. Səs artımı hadisəsi baş verən müxtəlif cinsli sahitlərimizdən. Qeyd edək, səs artımı. Baxın, səs artımı hansı sahitlərin qoşalığında mümkündür? A-i, i-a, ə-i, i-ə, o-i, i-o. Həmçinin burada diqqətlə yadımızda saxlayaq. Aha, keçdin. Bunları da qeyd edək. A-ü, bir də o-e-ni qeyd edək. Baxanda görürük ki, bunların əksəriyyətində bir tərəfi iynəndir. Bu ikisində iynən deyil. Bunları tələffüz edən zaman tələffüzdə 2 dənə saitin ortasını yartırıq. Görürsünüz, bayaq nə dedik? Didik deyil. 2 dənə eyni şeydən yanaşı gəlməyi sevmir. Hətta gördüyümüz kimi burada müxtəlif cinslidir. Amma ikisi də saitdir deyə yanaşı tələffüz edəndə dil çətin olur. Məsələn, diaqram demək, a ilə demək. Görürsünüz necə çətin? A ilə yazdığımız kimi tələffüz etsək çətin olar. Biz bunu necə tələffüz edirik? Məsələn, aid sözü, aid yazırıq, aid deyirik. Ailə sözü, ailə yazırıq. Necə tələffüz edirik? Ailə formasında bir saniyə. Ailə yazacağıq. Tələffüzdə ailə formasında tələffüz etmiş oluruq. Ən çox diaqram sözü. Baxın, diaqram. Burada nədə çaşırlar? Elə bilirlər ki, diaqramdır. Diaqram deyil ha. Çox sözlər var, Rus Avropa mənşəli sözlər, o ilə yazılır, A ilə tələffüz olunur. O çaşdıra bilər bizi. Amma burada fikir verin. Diaqram sözündə aynandır. Diaqram yazırıq, tələffüzdə necə tələffüz edəcəyik? Diaqram formasında tələffüz etmiş olacaq. Buna diqqət yetirək. Məişətdir, təbiətdir, radiodur, egoizm yazırıq, egoizm tələffüz edirik. A-ülərdə məsələn təqaüd sözüdür, təqaüd. Bəzilərini şifahi deyirəm, vaxtımız çox getməsin deyə. Çünki dərsə gedəcəm. Təqaüd formasında. Baxın burada. Neynədik biz? A-ün ortasına y-ni əlavə etdik. Eyni zamanda burada A saiti uzandı. Sözün sonundakı D də T kimi tələffüz olundu. Samitlərdə bu BCDG qaydasıdır. Buna toxunacağıq. O elərdə məsələn poema sözü, poema və yaxud da poeziyası, poeziya olsun. Biz bunu necə tələffüz edirik? Biz bunu tələffüz edirik poema formasında. Bir şey diqqətinizə çatdırın bu o-e ilə bağlı. Bu o-e yeni çıxan qaydalarda öz əksini tapmasa da test vəsaitində, toplumun vəsaitində bu öz əksini tapıbdır. Orada məsələn poema sözünü verib onun düzgün fonetik təhlilini istəyib. Bəs onu necə tələffüz edirik? Biz onu poema formasında tələffüz edirik. Həm o keçir aya, həm də ortaya y artırmış olur. Ola bilər indi diqqətdən qaçıbdır, amma yadınızda saxlayın. Burada da poeziya sözü olanda da neyniyəcək? Ortasına y əlavə etmiş olacaq. Bunları da asan yadda saxlamaq üçün bax, a-i tərsi nədir? i-a. Ə-i tərsi nədir? i-ə. O-i tərsi nədir? i-o. Bir-birinin tərsidir və bir yolda belə yadınızda saxlayın ki, bir tərəfi i olanların tələffüzündə y samitini ortasına, 2 saitin ortasına y samitini əlavə etmiş oluruq. Təqaüd və poema sözlərindən də bu 2 axırıncı qeyd etdiyimiz sait qoşalını yadımızda saxlaya bilərik. Səs artımı hadisəsi baş verənlər bunlardır. İndi gəlin keçək digər məsələyə. Baxın, bəzi sözlər də var ki, müxtəlif cinsi sait qoşalında sait düşəcək, amma uzanma olmayacaq. Adətən bir şeyin şahidi oluruq ki, sait düşəndə uzanma da olur. Amma bəzi sözlər var ki, mürəkkəb sözlər xüsusilə orada sait düşəndə uzanma olmayacaq. Nümunə olaraq nəyə deyə bilərik? Qohumluq münasibəti bildirən sözlərdir. Məsələn, əmioğlu sözü, biboğlu sözü, məsələn, xaloğlu sözü. İndi bir dənəsini yazdım, kifayətdir. Sonra əli açıq sözü, əli ağa sözü ola bilər, nümunə olaraq göstərə bilərik. Baxın, əmi oğlu
Mürəkkəb sözdür, düzdürmü? Və burada diqqət yetirsək, sözün sonu saitlə bitib, üstəgəl oğlu sözü də saitlə başlayıbdır. 2 dənə sait yanaşı gəlir, müxtəlif cinsi. Tələffüzdə biz necə tələffüz edəcəyik bunu? Əmoğlu formasında tələffüz etmiş olacaq. İni salacaq, heç bir uzanma olmayacaq. Əlaçıq sözünə diqqət yetirək, olacaq əlaçıq formasında, yenə ini salacaq. Sözün sonundakı q, x kimi. Əlağa sözü, əlağa yazırıq, iynə yazırıq, amma tələffüzdə necə deyirik? Əlağa formasında tələffüz edirik. Yəni, bəzi sait qoşaqlarda var ki, müxtəlif cinslərdə, xüsusilə mürəkkəb sözlərdə saitlərdən biri düşmüş olur. Yəni, səs düşümü hadisəsi baş verir. Buna da diqqət yetirək. Yerdə qalan məsələn, saadət sözü olsun, ü-a olsun, ü-ə olsun, saadət sözün özündə qeyd etdiyimiz kimi ə-a olsun. Bu birləşmələr olduğu kimi tələffüz olunur. E-ədir, məsələn, e-ədir, e-adır, e-odur. Bunlar olduğu kimi tələffüz olunur yeni qaydalara əsasən. Məsələn, biz müəllim yazırıq, elə müəllim formasında da tələffüz edirik. Səadət yazırıq, elə səadət formasında da tələffüz edirik. Teatr yazırıq, elə teatr formasında da tələffüz edirik. Okean, okean və s. Yəni, bu sözlərdə yazılışla tələffüz arasında fərq olmur. Keçmiş qaydalara əsasən müəyyən fərqlər var idi. Məsələn, ilk üçlükdə düşmə hadisəsi var idi. Bunlarda həm səs artımı, həm səs dəyişməsi var idi. Ancaq indi o qaydaları qeyd etmirik. Çünki qaydalar yenilənibdir. Təbii ki, yeniliyi qəbul edib testlərdə onlar düşür. Keçək indi saitlərdə tələffüz məsələsində sizin diqqətinizə çatdırdım onu, amma bir şey unutduq. Səs artımı, səs düşümü və səs dəyişməsi sözlərin yazılışı və tələffüz arasında fərqlər məsələsi, kəmiyyətcə və keyfiyyətcə fərqlənmə məsələsi. Bunu da sizin diqqətinizə çatdırım. Ümumiyyətlə, sözün yazılışı ilə tələffüz arasında fərqlər hansılardır? Fərqlər bunlardır. Səs artımı hadisəsi, səs artımı. İkincisi, səs düşümü. Səs düşümü. Üçüncüsü isə səs dəyişimi. Səs dəyişimi. Diqqət yetirək, səs artımı. Səs artımı nədir? Təbii ki, adından göründüyü kimi orada səslərin sayı, hərflərin sayından çox olacaq. Deyirik ki, faciə sözü. Faciə. Mən bunu necə tələffüz edəcəm? Faciə formasında. Düzdürmü? Gördüyümüz kimi burada səslərin sayı hərflərin sayından çox olmuş oldu. Deməli, səs artımı hadisəsi baş verdi. Səs düşümü. Məsələn, qeyd edək əmtə sözünü və yaxud da bədii sözünü. Bədii. Aha, burada necə tələffüz edəcəyik? Bədii. Bu samitdə də təbii ki, düşüm ola bilər. Saitdə də düşüm olur. Düzdür, samitdə çox olmur. Məsələn, qoşa yıllarda. Şəkilçidə olanda samitin düşməsini orada da görə bilərik. Xasiyyət sözü olsun, ədəbiyyat sözü olsun, riyaziyyat sözü olsun və s. Və səs dəyişimi nədir? Məsələn, yazıram çiçək sözü, çiçək. Mən bunu necə tələffüz edəcəm? Mən bunu tələffüz edəcəm çiçək formasında. Gördüyümüz kimi səslərlə hərflərin sayı baxımından eyni qaldı. Ancaq səs dəyişməsi hadisəsi baş verir ki, ilk kimi tələffüz olunmuş oldu. Diqqət edirək. İndi kəmiyyətcə və keyfiyyətcə fərqlənmə anlayışları ilə də rastlaşırsınız. Bu nə deməkdir? Yadda saxlayırsınız. Səs artımı və səs düşümü hadisəsi adlanır kəmiyyətcə fərqlənmə. Məsələn, testlərdə düşə bilər ki, səs artımı, səs düşümü deməz. Qeyd edər ki, bədii sözündə kəmiyyətcə fərqlənmə var. O dəqiqə siz bilməlisiniz ki, səs düşümü varsa o kəmiyyətcə fərqlənmədir. Kəmiyyət ümumiyyətlə nədir? Kəmiyyət nəysə sayıdır. Məsələn, səs düşəndə də, artanda da ümumi nəyə təsir göstərir? Saya təsir göstərir. Ona görə kəmiyyətcə fərqlənmə səs artımı və səs düşümüdür. Keyfiyyətcə fərqlənmə isə səsin dəyişməsidir. Bəs yaxşı, bir sözdə həm kəmiyyətcə, həm keyfiyyətcə fərqlənmə ola bilərmi? Təbii ki, ola bilər. Məsələn, qeyd edim, təəssüflə sözü, təəccüblə sözü, təəssüflə. Mən bunu necə tələffüz edəcəm? Təəssüflə. Aha, bax burada fikir versək, burada bir şey diqqətinizə çatdırım.
Burada qoşa ələrdə düşmə hadisəsi baş verdi. Düzdürmü? Sılar fərqlənməyəcək, lalədə nandən kimi tələffüz olunacaq. İndi bizdən soruşsa ki, bu sözün yazılışı ilə tələffüz arasında kəmiyyət fərqi varmı? Bax, kəmiyyət fərqi anlayışı başqa bir şey. Kəmiyyət fərqi varmı? Gəlin baxaq. 2, 4, 6, 8, 9. 9 hərfimiz var. Gəlin baxaq. 2, 4, 6, 8, 9. 9 da səsimiz var. Yəni, ənin biri düşdü, axırda da lalə oldu nanla. Burada birini artırıldı. Bizə soruşsa ki, burada kəmiyyət fərqi varmı? Deyirik, yox. Çünki səslə hərfin sayı bərabərdir. Amma soruşsa ki, anamla. Bura baxaq. Bu necə olacaq? Anamnan formasında. Düzdürmü? Burada lalə olur nannan formasında. Bax, həmin səs dəyişimi baş verdi. Bu oldu kəmiyyətcə fərqlənmə. Həm nə baş verdi? Həm də lalə oldu nannan formasında biz bura n-nı artırdıq. Bu da olduğu kəmiyyətcə. Deməli, bax, anamla sözündə həm kəmiyyətcə, həm keyfiyyətcə fərqlənmə var. Təəssüflə sözündə səs düşdü, səs artdı, düzdür. Amma kəmiyyət fərqi var desək, səhv vermiş olacaq. Kəmiyyət fərqi yoxdur. Səs artımı, səs düşümü hadisəsi baş verdi. Bu belə, bunu da qeyd etdik. İndi keçək, bəzi məqamlar var ki, testlərdə qarşınıza çıxır və sizi çaşdıran məqamlardır. Xüsusi məqamlar deyim də bunlara. Bunları sizə qeyd edim. Məsələn, şayə sözü, şayiə. Daha sonra müşayiət sözü. Biz nə öyrəndik? Biz öyrəndik ki, i-ə yanaşı gələndə tələffüzdə bu ikidən saytın arasında y-nı artırırıq. Bax, faciə sözü olsun, məişət sözü olsun. Məişət. Aha. Bax, məişətdə nə edəcəyik indi biz? Tələffüzdə olacaq məişət. İndi bunun tərsi olsun, təbiət olsun və yaxud da faciə sözünü qeyd edək. Buna tam uyğun olaraq, faciə, i-əyə uyğun olaraq. Faciə, necə tələffüz edəcəm? Faciə formasında. Amma şayə və müşayiətdə biz onu edə bilmirik. Bu sözlər qaydadan kənara çıxır. Tələffüzdə mən bunu tələffüz edəcəm. Şayə formasında. Hətta i-ni salacağıq. Çünki biz şayə demirik, yaxud da şayiyə də deyə bilmərik. Çünki onsuz da sözdə y var, bir də y artırsaq olmur ki. Biz tələffüz ilə qururuq ki, dilimiz daha rahat formasına, ədəbi dilin təbii ki. Müşayiətdə də yenə müşayiət. İ-ni neynədik? Burada da salmış olduq. Bax, bu sözlərə xüsusilə diqqət yetirin. Bir də riayət sözünə gəlin baxaq. Riayət. Aha. Bax, i-a yanaşı gələndə. Buradan yazıram diaqram. Diaqram. Buradan yazıram riayət. Bunu məsələn Venn diaqramında sala bilər. Burada yazar riayət, burada yazar diaqram sözünü. Venn diaqramda bunun fonetik təhlilini verə bilər. İndi baxır şagird i-a. Hə, müəllim demişdi, i-a-nı yanaşı gördüm, ortaya y-ni artır getdik. Yox. Qaydanı tətbiq etməmişdən öncə söz üzərində tətbiq edin. Görün, həqiqətən yerində oturdu mu, oldu mu? Hə, dilə yatırsa, tələffüzümüz normalsa götürür. İndi gəl bax, riayət. Riayət olar mı? Olmaz. Deməli, burada durub bir də y artırmayacaq. Bunun tələffüzündə sadəcə olaraq a-nı uzatmış olacaq. Təbii ki, sözdə də ancaq uzanma, yazılış və tələffüz arasında fərq deyil. Bəzən görürsünüz, deyirsən ki, cəmaət sözündə fərq var. Durub deyirlər, müəllim, uzanmaya görə deyil o. Orada iki dənə sayit yanaşı gəlib, biri düşüb axı. O səs düşümünə görədir. O uzanmaya görə fərq deyil. Yəni, sözdə ancaq uzanma varsa, uzanmanı biz qeyd etməliyik, amma fərq saymırıq. Fərq nə idi? Səs artımı, səs düşümü və səs dəyişimi hadisəsi. Amma diaqramda, bax, diaqram deyəndə daha rahat olur. Gördünüz? Bu tipli məsələlərdə xüsusilə diqqətli olmaq lazımdır. Sonra qoşa A-ların eyni cinslərin yanaşı gəlməsi məsələsi. Niyə bunu axıra saxladım bu xüsusi məsələləri? Çünki orada desəm biraz sizin başınız qarışa bilər. Ona görə tam bunları axırda deyirəm ki, mövzunu tam öyrənəndən sonra, qaydanı biləndən sonra istisnasını öyrənmək daha rahat olur. Məsələn, minatan sözü var. Minatan. Daha sonra ağız ba ağız. Ağız ba ağız. Sonra ağla alınmaz sözü. Ağla alınmaz sözü. Bax, bu sözlərdə görürsünüz 2 dənə a yanaşı gəlibdir. Düzdürmü?
bu A-lar yanaşı gəlib, biz fikirləşirdik ki, A-nın biri düşür belə olanda, yəni 2A bir uzun A kimi tələffüz olunur. Amma bunlarda fikir verin. Bu sözün sonunda mina başqa, atan başqa, o hansı ki əmioğlu, xaloğlu bu tipli sözlər kimidir? O tipli sözlər kimidir. Burada biz saitin birini salsaq, məna alınmır axı. Ağız, bağız, ağız, ağız, A-nın birini salanmaram axı. Yəni bu ağla alınma söz olsun, mina atan söz olsun. Bunlarda qoşa A-lar tələffüzdə elə olduğu kimi qalacaq. Bir də 7 illik sözü, məsələn 7 illik, orada da qoşa i-lər var ya. Bax o qoşa i-lər qalır. D-lar da təbii ki qalır, D-larda da fərqlənmə olmur. Bax bu məsələdə də xüsusilə diqqətli olaq. Çalışıram yadıma salım, başqa nə qaldı? Fikirləşirəm ki, demək olar ki, saitlərlə bağlı çox məsələləri sizin diqqətinizə çatdırdım. Çalışdığım qədər ətraflı şəkildə izah etməyə bütün diqqətimi verdim. Qalan məsələləri isə bizim PDF-lərdən də oxuya bilərsiniz. Planşet üzərində də təbii ki izahlarımız olacaq. Bugünlük bu qədər. Növbəti video dərslərimizdə görüşmək ümidi ilə. Əgər mövzu izahımız xoşunuza gəldisə, kanalımıza abunə olmağı və bəyənməyi unutmayın ki, növbəti video izahlarda qarşınıza çıxar. Oldu. Hələlik hər birinizə uğurlar arzulayıram.